Abituriyentlər, hamınızı salamlayıram. Mən tarix müəllimi Orxan müəllim. Bugün sizə Yunanla müharibələri haqqında məlumat verəcəm və testlərdə uşaqlar hansı məqamları, abituriyentlər hansı məqamları qatışdırmaması üçün izah verəcəm. Deməli, biz bildiyimiz kimi Yunanla müharibələri, yəni Əhəməni dövləti arasında baş verən müharibə başladı 6-cı əsrin sonunda. Başa çatdı 449-cu il. Yəni 6-cı əsrin sonundan 449-cu ilə qədər Yunanla müharibələri arasında olan, yəni Yunan dövründə olan, Yunanla müharibələri dövründə olan döyüşlər haqqında məlumat verəcəm, tarixi proseslər haqqında məlumat verəcəm. Deməli, Yunanla müharibəsi Əhəməni Yunan arasında olub, 6-cı əsrin sonunda başlayıb, başa çatıb 449-cu ildə. Əziz abituriyentlər, burada qeyd var, yəni fikir verməlisiniz ki, hansı məsələlərə fikir verməlisiniz. Əhəməni hökmdarı 1-ci Dara başlayıb bu müharibəni. 1-ci Dara. Əhəməni hökmdarı 1-ci Daranın dövründə başladısa, biz bilməliyik ki, Əhəməni hökmdarı 1-ci Dara hakimiyyətə 522 eradan əvvəl 486-cı illərdə hakimiyyətdə olur. Deməli, 522-486-cı ildə hakimiyyət olursa, müharibəni başlayacaq 1-ci Dara. Yəni, müharibənin başlaması Əhəməni hökmdarı 1-ci Daranın dövrünə düşür. Və 1-ci Dara Yunan koloniyalarının Aralı dəniz sahillərində, Egey dəniz sahillərindəki Yunan koloniyalarının aradı işğal etdi. 490-cı ildə, uşaqlar, 490-cı ildə Yunanistanda yerləşən Marafon düzünə yürüş etdi. Marafon döyüşü Yunan-İran müharibəsi dövründə baş verib 490-cı ildə. 490-cı ildə baş verən Marafon döyüşündə Yunanlar parlaq qələbə qazanırlar. Yunan ordusuna da Miltidat başçılıq edirdi. Deməli, Marafon döyüşündə Yunanlar qalib gəldi. Marafon döyüşündə düşdü 1-ci Daranın hakimiyyəti dövründə, yəni Əhəməni tərəfdən 1-ci Dara iştirak edirdi. Yeri gəlmişkən, Marafon döyüşündə qələbəni Afiniya bir Yunanlı sərkərdə qələbəni Yunanistana çatdırmaq üçün 42 kilometr Afinaya qaçıb və bu xəbəri Afinalılara sevinərək məlumat verib, özünün də ürəyi dayanıb və vəfat etmişdir. Hər il o Marafon döyüşündə Afinaya çatdırmaq üçün vəfat edən sərkərdənin şərəfinə Marafon yürüşləri keçirilir. Yəni, Marafon qaçışları idman növü, bax, bu Marafon döyüşündən sonra yaranan idman növü. Sonra abituriyentlər, Fermopil döyüşündə 480-cı ildə Yunanlar məğlub olacaq. Gəlin baxaq, 486-da hakimiyyətdən 1-ci Dara gelib Əhəməni dövlətində. Sonradan 1-ci Daranın bu siyasətin, işğalçılıq siyasətin Kserkis davam elətdirir. Kserkisin hakimiyyətində eramızdan əvvəl 486, 465-ci illərdə hakimiyyətdə olmuşdur. Kserkis atası Daranın işğalçılıq siyasətini davam elətdirərək Fermopil döyüşündə 300 Spartalı, Spart hökmdarı Leonidin başçılığı ilə Fermopil keçidini qoruyurdular. Biz bildiyimiz kimi Şimal Yunanistanla Orta Yunanistanın Fermopil keçidi ayrılır. Cənub Yunanistanla Orta Yunanistanı isə Korint körfəzi ayırır. Fermopil keçidi Orta Yunanistan'a İran qoşunlara daxil olmasın deyə ciddi qorunurdu. Yəni, bir nəfər satqın İran Əhəməni dövlətinə Fermopil keçidin gizli keçidləri satır, yəni yerin deyir və İran
Əhəməni ordusu Fermopil döyüşündə Yunanları məğlub edir. Fermopil döyüşündə Yunanistanı müdafiə edən 300 Spartalının başçısı Spart hökmdarı Leonid idi. Leonid və 300 Spartalı qəhrəmancasına həlak olurlar. Diqqət etmək lazımdır ki, Orta Yunanistan ələ keçirilir. Yəni Fermopil döyüşünün nəticəsini soruşsa, testdə səndən, diqqət etmək lazımdır ki, Fermopil döyüşündə Yunanlar məğlub olur, İran Əhəməni dövləti qalib gəlir. Əgər sizə testlər versə ki, yəni fikirlərdən biri səhvdir, düzdür. Fermopil keçidində Dara qalib gəlir, səhv olar. Deməli, Dara 486-da hakimiyyətdən gedir, Əhəməni dövlətində Serpilis hakimiyyətə gəlir. Deməli, Fermopil döyüşüdür, Salamin döyüşüdür, Plateya döyüşüdür. 465-ə qədər Serpis hakimiyyətdə olubsa, deməli, bu üç döyüş İran tərəfdən, Əhəməni tərəfdən Serpisin dövrünə düşür. Fermopil keçidində döyüşündə sizdən soruşsa ki, testdə fikirlərdən biri yanlışdır, səhvdir. Fermopil döyüşündə Əhəməni tərəfdən birinci Dara. Yenə də qeyd edirəm, birinci Dara yox, Serpisin hakimiyyətinə düşür. Fermopil döyüşündə 300 Spartalı həlak olur, Yunanlar məğlub olur. Ən başlıca nəticəsi Orta Yunanistan Əhəməni İran dövləti tərəfindən ələ keçirilir. Fermopil döyüşü ilə Salamin döyüşü eyni ildə olur. Birinci uşaqlar, kronologiyada Fermopil döyüşü, sonra Salamin döyüşünü fikirləşmək lazımdır. Salamin döyüşü dəniz döyüşü. İlk dəniz döyüşlərindən biridir. Salamin boğazında Əhəməni İran donanması arasında döyüş olur. Bu donanma dəniz döyüşündə, hərbi donanma döyüşündə Yunanlar qalib gəlir. Yunanların qalib gəlməsinin səbəbi yüngül yelkənli Triyera gəmilərinə sahib olmaları, çünki onlar cəld hərəkət edib istədiyi hücumu, zərbəni yerinə yetirə bilirdilər, yəni tez manevr edə bilirdilər o gəmilər, hərbi gəmilər, Yunanların gəmiləri, amma Əhəməni hərbi donanmasının gəmiləri çox ağır edir, ləng hərəkət edirlər. Bir səbəb də var ki, Salamin dəniz döyüşündə Yunanların qalib gəlməsinin səbəbi Salamin boğazına bələd olmaları, yəni relyefinə, Salamin boğazında, yəni sualtı qayalar var idi, sualtı qayalar tərəfə bilə-bilə Yunan triyeraları hərəkət edirdilər, Əhəməni donanma gəmiləri ora çatanda onlara dəyib parçalanırdı. Yəni Salamin boğazının relyefinə bələd olmaları və yüngül yelkənli triyera gəmilərinin olması Salamin dəniz döyüşündə Yunanlara qalib gəlməsinin səbəbidir. Əziz abituriyyətlər, Plateya döyüşündə isə Plateya döyüşündə 479-cu ildə Əhəməni ordusu üzərində parlaq qələbə çalırlar Yunanlar. Plateya döyüşündə Yunanistandan Əhəməni donanması, Əhəməni ordusu çıxarılır və müharibə 479-a başa çatmır. Eradan əvvəl 479-a Plateya döyüşündə Yunanlar Əhəməniləri Yunanistandan tamamilə çıxarırlar, amma Yunan koloniyalarından Əhəməni ordusu hələ də Yunan koloniyalarında yerləşmişdir. Yəni, birinci müharibə başlayanda elə Əhəməni ordusu Yunan koloniyalarını işğal eləmişdir. Ona görə də Yunanistandan çıxarılsalar da hələ də orada Əhəməni ordusu qalmadaydı. Yəni, Əhəməni işğal altında idi bəzi Yunan koloniyaları. Ona görə də 479-cu ildən müharibə qutarmadı. Yunan koloniyalarına Yunanistan ordu göndərdi, hərbi köməyin nəticəsində Yunan koloniyalarında da Əhəməni ordusu darmadağın etdi. Yəni bu döyüşdə, Plateya döyüşündən sonra müharibə dənizlərə keçdi. Yəni
suda müharibə aparacaqlar. Yəni Əhəməni donanması ilə Yunan donanması arasında 30 il müharibə hələ də davam edəcək. 479-cu ildə Afina, bunlar əziz abituriyyentlər, Yunan şəhər dövlətləri ayrı-ayrılıqda mübarizə aparırlarsa, Plateya döyüşündən sonra Afina şəhər dövləti başda olmaqla Yunan şəhər dövlətləri birləşdilər, hərbi güclərin, hərbi donanmaları birləşdirdilər və dəniz ittifaqı yaratdılar. Dəniz ittifaqını yaratmaqdan məqsəd Əhəməni donanmasının Yunanistana təhlükə yaradacaq sulardan çıxarmaq, yəni dənizlərdən çıxarmaq. Deməli, Afina dəniz ittifaqının əsası 479-a qoyuldu və bu 30 il ərzində Əhəməni ordusuna qarşı döyüşdülər. Nəticədə 449-cu ildə, eradan əvvəl 449-cu ildə Əhəməni-Yunan müharibəsi başa çatacaq. Əhəməni-Yunan müharibəsi, yəni Yunan-İran müharibəsi Əhəməni dövlətinin məğlubiyyəti ilə başa çatacaq. Yəni, sülh bağlanacaq. 449-cu ildə sülhün şərtlərinə əsasən Egey dənizində Əhəməni hərbi donanması üzməsinə qadağan olunacaq. Yəni, Əhəmənilər Egey dənizində hərbi donanma saxlamaq və yaxud da üzmək hüququndan məhrum olacaq və ya Kiçik Asiyada Aralıq dənizində Egey dənizindəki Yunan koloniyalarının müstəqilliyini Əhəməni-İran dövləti təsdiq edəcək. Bir neçə də qeydim var. Deməli, müharibə 5-ci əsrdə başa çatdı və 5-ci əsrin ortalarında və yaxud da 2-ci yarısında Yunanistan Aralıq dənizində bu müharibənin nəticəsində hegemon dövlətə çevrildi. Yəni, Aralıq dənizində ağalıq, yəni Aralıq dənizində ixtiyar ağalıq Yunanistana keçdi. Ta hara kimi eradan əvvəl 146-cı ilə qədər Roma, yəni 2-ci əsrə qədər Roma Respublikasının qoşunları Yunanistanı tabi edəndən sonra Aralıq dənizində hakim dövlətə Roma çevriləcək. Yəni 5-ci əsrdən 146-cı ilə qədər Aralıq dənizində ağalıq hakim dövlət Yunanistan idi. Bəli, 146-da Roma tərəfindən işğal olunduğuna görə Aralıq dənizində hakim dövlətə Roma çevriləcək. Yəni, Yunanistanın Aralıq dənizində ağalığı 2-ci əsrə qədər davam edəcək. Və əziz abituriyyentlər, bir qeyddə verim. Bu müharibə nəticəsində Aralıq dənizində hakim dövlət Yunanistandır və ən varlı şəhər dövləti müharibənin nəticəsində ən varlı şəhər dövləti Afina oldu. Niyə? Qüdrəti artdı, işğallar zamanı qənimətlər ələ keçirdi və varlandı. Afina şəhər dövlətini dəniz sahibləri adlandıracaqlar. Dəniz sahibləri adlandıracaqlar. Və bu müharibədən sonra Yunanistanda ağalıq etmək üçün Sparta-Afina müharibəsi, Afina-Sparta müharibəsi baş verəcək. Yunanistanda ağalıq etmək üçün dənizlərdən gələn ticarət gəlirlərini tək başına mənimsəmək üçün, yəni dəniz ticarətinə ağalıq etmək uğrunda, Yunanistanda ağalıq etmək uğrunda Afina-Sparta müharibəsi başlayacaq. O da eradan əvvəl 431-404-cü illərdə baş verəcək. Yəni 431-də Yunan-İran müharibəsinin, üzr istəyirəm, Afina-Sparta müharibəsinin başlanmasıdır. 404-cü ildə isə başa çatmasıdır. Bu müharibədə də Sparta qalib gəldi və Afina dövləti zəiflədi. Bu müharibələr ümumiyyətlə, yəni Afina-Sparta müharibəsi Yunan şəhər dövlətlərini zəiflətdi. Gələcəkdə
Yunanistanın şimal şərqində, Balkan yarımadasının şimalında, Yunanistanın şimal şərqində, Yunanistanın şimalında Makedoniya padşahlığı özünün yüksəliş dövrünü yaşayırdı, 2-ci Filippin dövrünü. Afina-Sparta müharibəsi nəticəsində bu şəhər dövlətləri zəiflədi və işğalçı dövlətlərin hücumuna şərait yarattı. Niyə hücuma şərait yarattı? Niyə 2-ci Filip bu ərazilərə yürüş elədi? Makedoniya padşahı 2-ci Filip, Filip 338-ci ildə, eradan əvvəl 338-ci ildə Xeronoya döyüşündə Yunanları məğlub etdi. Yunanistanın şəhər dövlətlərinin istiqlaliyyətinə son qoyuldu. Bircə Sparta şəhər dövləti öz daxili müstəqilliyini qoruyub saxladı. Deməli uşaqlar, 431-404-cü ildə Afina-Sparta müharibəsində Sparta parlaq qələbə çaldı Afina üzərində, amma bu müharibə hər iki şəhər dövlətini zəiflətdi və bundan istifadə edən 2-ci Filip 338-ci ildə Yunanistana yürüş elədi və Xeronoya döyüşündə Yunan şəhər dövlətlərinin istiqlaliyyətinə son qoyuldu. Yunanistan 2-ci Filipin təsir altına düşdü və bircə Sparta şəhər dövləti daxili müstəqilliyini qoruyub saxlaya bildi. Bu qeydə verdim uşaqlar, bir də Yunan müharibələrinə qayıdıram və Periklin strategik dövrü var, hamımız bildiyimiz üçün 5-ci əsrin 2-ci yarısına düşür. Periklin strategik dövrü 428-ci illərdə olub. Yəni, Periklin strategik dövrü Yunanistanda quldarlıq demokratiyasının çiçəkləndiyi dövrdür. Çünki burada demos bütün hüquqlarını aldı. Solon islahatında almadığı hüquqları da Periklin strategik dövründə aldı. Yəni, Solon islahatının məhdud cəhəti ondan ibarət idi ki, demosa vəzifə tutmaq hüququ verilməmişdir, demos vəzifə tutmaq hüququnu almamışdır, Periklin dövründə aldı. Sözüm ondadır ki, Yunan-İran müharibələrində testdə sizi yoxlayırlar, apriyedlər. Deməli, deyir ki, fikirlərdən biri düzgündür, səhvdir və yaxud da səbəb, nəticə. Məsələn, testdə verir, Yunan-İran müharibələri dövründə baş vermişdir. Məsələn, Periklin strategik dövrü Yunan-İran müharibəsinə aid deyil. Testdə ən çox soruşulur Yunan-İran müharibəsi dövründə və yaxud da soruşulur Periklin strategik dövründə baş vermişdir. Məsələn, Yunan-İran müharibələri dövründə Perikl strategik deyildi. Bu qeydiyyatınızdan çıxarıyorum. Periklin strategik dövründə həmən fikirdir, Yunan-İran müharibələri başa çatmışdı. Yəni, Periklin strategik dövrü başlamamışdan Yunan-İran müharibələri başa çatmışdı. Yəni, bu qeydlərə fikir verin. Yəni, Yunan-İran müharibələri Periklin strategik dövrünə təsadüf etmir. Və gəldik 431-404 Pelopones müharibəsi. Yəni, Yunanistanın cənubu Pelopones adlandığına görə bu müharibənin adı Pelopones müharibəsi. Yəni, Sparta şəhər dövləti bildiyimiz kimi Sparta şəhərinin əsası da Dorilər tərəfindən Pelopones, yəni Yunanistanın tarixi vilayəti olan cənubunda yerləşən Pelopones vilayəti vardır. Müharibənin ən çox orada getdiyinə görə bu müharibənin adını Pelopones müharibəsi adlandırmışlar. Deməli, gəlirəm bu Periklin dövrünə. Yəni, Sparta-Afina müharibəsinin başlanması Periklin strategik dövrünə düşür, amma başa çatması düşmür. 404-də tamamilə ayrı-ayrı dövrlərdir. Yəni, Periklin strategik dövrü başa çatır 428-də, amma Afina-Sparta müharibəsi başa çatır 404-də. Yəni, Afina-Sparta müharibəsinin başlanması Periklin strategik dövrünə düşür, amma başa çatması düşür.
Bu qeydləri yadınızdan çıxarmayın, əziz abituriyentlər. Deməli, müharibə başladı. Yunan müharibələri başladı 6-cı əsrin sonu, başa çatdı 449-cu ildə. Müharibənin başlanması və marafon döyüşü 490-cı ildə müharibənin başlanması birinci Daranın dövrünə düşə bilər və onun işğalçılıq siyasətini davam elətdirdi. Oğlu Kserkis, yəni Kserkis isə 486-465-ci ildə hakimiyyətdə olduğuna görə biz Fermopil, Salamin, Plateya döyüşlərinin ağalıq Kserkisin dövrünə aid edirik. Amma müharibənin başa çatması Əhəməni hökmdarı Kserkisin dövrünə aid edə bilmərik. Dərslikdə yazılmır, əlavə edə bilərəm. Müharibənin başa çatması, Yunan müharibələrinin başa çatması anti-Kserkis var. Yəni, tarixi mənbələrdə anti-Kserkis göstərilir. Yəni, müharibənin başa çatması Əhəməni hökmdarı anti-Kserkisin dövrünə düşür. Bu qeydə fikir verir. Həmişə testlər atırlar və deyirlər ki, yazırlar ki, səbəb nəticəyə, fikirlərdən biri düzgündür, yanlışdır, fikirlərdən biri pozulmuşdur, yəni cavablardan biri düzgündür. Bax, bu şeylərə fikir verir, belə bu qeydlərə. O testlərdə bu qeydlərə fikir verir. Məsələn, deyir ki, Yunan müharibəsi başa çatdı Kserkisin dövründə. Xeyr, Kserkisin son hakimiyyəti 465-ci il isə aid eləyə bilməsin. Müharibənin başa çatması Əhəməni hökmdarı anti-Kserkisin dövründə başa çatır. Deməli, bu şeylərə diqqət edin, əziz abituriyentlər. Hamınıza uğurlar arzu edirəm. İzahlı dərs və yaxud da testlərin izahı videoları davam edəcək. Hamınız bizi izləməyi unutmayın. Və hamınıza uğurlar arzu edirəm.